Mən sizin öz bütünüzün yanında dayanacağınızı, Fatiməyə aleyhissalam qarşı mövqe tutacağınızı bildiyim üçün Əbu Bəkrin özünü təksib etdiyini sizə təqdim edəcəm. Mənimlə birlikdə müşahidə edin. İbn Kəsirin Əl-Bidayə və Nihayə kitabı. Səhifə 240. Əhməd Əbu Sələmədən belə nəql edir. Fatimə Əbu Bəkrə dedi, əgər sən ölsən, sənin varisin kim olacaq? Məyər belə düşünürsünüz ki, Fatimə aleyhissalam Əbu Bəkrin yanına gəlib, haqqımı ver, dedi və Əbu Bəkir də ona yox dedikdə beləcə çıxıb getdi? Xeyr, onunla mübahisə etdi, ona qarşı dəlil və sübut gətirdi, onu rüsva etdi. Bütün bunlar sizin kitablarınızda gizlədilmişdir. Fatimə aleyhissalam haqqını tələb etdikdə, əbəs yer evdən çıxıb haqqını tələb etmirdi. Allaha sığınırıq bu sözdən. Belə ola bilməzdi. Çünki o yaradılışın ən xeyirlisi olan Rasulullahın sallallahu aleyhi və aleyh tərbiyə etdiyi şəxsdir. Doğru danışan Fatimə aleyhissalam yalançı Əbu Bəkrə dedi, sən öldükdə sənin varisin kim olacaq? Əbu Bəkir dedi, övladım və ailəm. Maşallah. Əbu Bəkrin övladı və ailəsi onun varisi olur. Rasulullaha sallallahu aleyhi və aleyh gəldikdə isə yox. Fatimə aleyhissalam Rasulullahdan sallallahu aleyhi və aleyh heç bir miras aparmır. Rasulullah sallallahu aleyhi və aleyh bu dünyadan köçüb gedir və qızını beləcə tərk edir. Davam edək. Fatimə aleyhissalam dedi, bəs nə üçün biz Rasulullahdan sallallahu aleyhi və aleyh miras aparmırıq? Allahu Ekber. Fatimə aleyhissalam ona deyir ki, əgər sənin övladın və ailən səndən irs aparırsa, bəs nə üçün mən atamdan irs aparmıram? Əbu Bəkir ona nə cavab verdi? Davam edək. Əbu Bəkir dedi, Rasulullahın belə dediyini eşitdim. Əbu Bəkir Rasulullahın buyurduğunu eşidib, amma Fatimə aleyhissalam Rasulullahın sallallahu aleyhi və aleyh buyurduğunu eşitməyib. Nə buyurub Rasulullah sallallahu aleyhi və aleyh? Belə buyurub, Peyğəmbər miras vermir. Hədis səhihdir. Maşallah. Əbu Bəkir Rasulullahın sallallahu aleyhi və aleyh belə buyurduğunu eşidib, amma Rasulullahın sallallahu aleyhi və aleyh qızı atasının nə dediyini eşitməyib. Fatimə aleyhissalam başqa planetdə yaşamışdı? Yox. Rasulullah sallallahu aleyhi və aleyh dünyadan köçüb gedir, miras verməyəcəyi barədə yeganə qızına xəbər vermir. Bu hansı dindədir? Bu, yalnız Səqifə əhlinin dinindədir. Yer üzərində bu cəfəng və gülünc din kimi bəşərin ağlını qarışdıran başqa bir din yoxdur. Sonrakı hədisdə deyilir. Rasulullah sallallahu aleyhi və aleyh vəfat etdikdə Fatimə Əbu Bəkrə dedi, Rasulullahın sallallahu aleyhi və aleyh varisi sənsən, yoxsa onun ailəsi? Baxın bu sözlərə və yeni dəlillərə, onların arasında baş verənləri bəyan edir. Siddiqə Fatimə aleyhissalam Əbu Bəkrə deyir, ey filan kəs, ey insan, Rasulullahın sallallahu aleyhi və aleyh varisi sənsən, yoxsa onun ailəsi? Sən kimsən ki, mənim haqqımı və atamın mirasını mənimsəyirsən? Əbu Bəkir Fatiməyə aleyhissalam nə cavab verdi? Baxın görün Əbu Bəkir özünü necə rüsva edir. Fatimə Əbu Bəkrə dedi, Rasulullahın sallallahu aleyhi və aleyh varisi sənsən, yoxsa onun ailəsi? Əbu Bəkir dedi, əlbəttə mən yox, onun ailəsi. Fatimə salamullahu aleyhə dedi, bəs Rasulullahın sallallahu aleyhi və aleyh miras payı hanı? Əgər onun varisi ailəsidirsə, bəs Rasulullahın sallallahu aleyhi və aleyh miras payı hara getdi? Allahu Ekber. Əbu Bəkir etiraf edir ki, Peyğəmbərin sallallahu aleyhi və aleyh ailəsi onun varisidir. Bu nə cür təzaddır? Məyər o iddia etmirdi ki, Rasulullah sallallahu aleyhi və aleyh miras vermir? Siddiqə Fatimə aleyhissalam ona dedi, bəs Rasulullahın sallallahu aleyhi və aleyh miras payı hanı? Əbu Bəkir ona nə cavab verdi? Davam edək. Fatimə dedi, Rasulullahın sallallahu aleyhi və aleyh miras payı hanı? Əbu Bəkir deyir, mən eşitmişəm. Deməli, Əbu Bəkir Rasulullahın belə dediyini eşidib. Allah Teala bir peyğəmbərinə bir şey qismət edərsə, sonra onu dünyadan apararsa, həmin şeyi özündən sonra onun işlərini yerinə yetirən üçün qərar verər. Maşallah. Kim ona demişdi ki, Peyğəmbər sallallahu aleyhi və aleyh onu özündən sonra xəlifə təyin etmişdir? Xilafəti qəsb etmiş, mirasa sahib çıxmış, Rasulullahın sallallahu aleyhi və aleyh adından yalan söyləmişdir. İndi bu məsələni yozmalarına və Əbu Bəkrin özünü rüsva etdiyi yalana biabırçı don geyindirmələrinə baxın. Hədis həsəndir. Həsən hədis isə dəlildir. İndi baxın görün İbn Kəsir nə söyləyir? İbn Kəsir deyir, bu hədisin sözlərində qəribəlik və qəbul olunmayan cəhətlər var. Nə üçün İbn Kəsir belə deyir? Bəlkə də bu hədis bəzi ravilərin anlamadığı mənada nəql olunmuşdur. Ravilər arasında şey olanlar da var. Bunu bilmək lazımdır. Yaxşı, ey İbn Kəsir, bu hədisdə sənin xoşuna gələn nədir? İbn Kəsir deyir, bu hədisdə ən gözəl olan Fatimənin sənin Rasulullahdan eşitdiyin doğrudur sözləridir. Doğru olan və onun, yəni Fatimənin barəsində güman edilən məhz budur. Yəni Fatimənin şəninə, xanımlığına, elminə və dininə layiq olan budur.
Maşallah, indi Fatimə aleyhissalam xanım, dindar və alim olub. Çünki o, səni Rasulullahdan eşitdiyin doğrudur, söyləmişdir. Əgər Fatimə aleyhissalam Əbu Bəkirin söylədiyi bu sözün doğru olduğunu və Rasulullahın sallallahu aleyhi və aleyh miras vermədiyini bilirdisə, bəs nə üçün Əbu Bəkrə qəzəblənmişdir? Onu tərk etmiş və qətlə yetirilənədək onunla danışmamışdır. Mənaları bu cür saxtalaşdırmaq və təhrif etmək nəyə lazımdır? Təkcə bu deyil. Əhmədin kitabında səhih sənədlə nəql etdiyi səhih hədisə və hədisin sənədinə irad tutmağa çalışmışlar. Baxın, Əhməd ibn Həmbəlin Müsnəd-i Əhməd kitabı, hədis 14. Eyni hədisi qeyd edir. Haşiyədə deyir, sənədi səhihdir. Fədəh hadisəsi və Rasulullahın sallallahu aleyhi və aleyh mirası məsələsi Rasulullahdan sallallahu aleyhi və aleyh sonra bu münafiqləri rüsvay edən ən böyük rüsvayçılıqlardandır. Zəhra salamullahu aleyhə onları rüsvay etdi. Onlarla mübarizə apardı. Allahın kitabından və Rasulullahın sallallahu aleyhi və aleyh sünnəsindən onlara dəlillər gətirdi ki, Rasulullah sallallahu aleyhi və aleyh miras verir. Onları dəlillə susturdu. Deməli, Əbu Bəkir Fatiməyə aleyhissalam və Rasulullaha sallallahu aleyhi və aleyh yalan söylədi. Fatiməni aleyhissalam haqqından məhrum etdi. Ayşənin şahidliyinə əsasən Fatimə aleyhissalam yalan danışmır. Ayşə Fatimədən aleyhissalam daha doğru danışan birini görməmişdir. Əbu Bəkir bilərəkdən Rasulullahın adından sallallahu aleyhi və aleyh yalan danışdı və onun adından hədis uydurdu. Bəs Rasulullahın sallallahu aleyhi və aleyh adından yalan danışanın cəzası nədir? Cavabı sizə təqdim edirik. Səhih Müslim. Rasulullah sallallahu aleyhi və aleyh buyurub, kim bilərəkdən mənim adımdan yalan söyləyərsə, cəhənnəmdə öz yerini hazırlasın. Əbu Bəkir indi hardadır? O cəhənnəmin dibində yanır. Çünki o təhcə yalan söyləməmiş, hətta bilərəkdən Rasulullahın adından yalan söyləmişdir. Əbu Bəkrə qarşı çıxıb öz haqqını tələb edənsə, Peyğəmbərin sallallahu aleyhi və aleyh bir parçası və aləmlərin qadınlarının xanımıdır. O doğrudan başqa bir şey söyləməz. Haşa ki, Zəhra aleyhissalam özünə aid olmayan bir şey iddia etsin. Deməli, Əbu Bəkir yalancı, qəsbkar, xain və günahkardır. Onun cəzası cəhənnəmdir. Ora necə də pis bir yerdir. Bunu yalnız mən söyləyirəm. Haşa, bütün bunlar sizin kitablarınızdadır. Heç bir şiə kitabından bir şey qeyd etmirəm və heç vaxt etməyəcəm. Ümumiyyətlə, şiələrin kitablarında yazılanlar məni heç maraqlandırmır. Məni öz kitablarınızda olanlarla sizi mühakimə edirəm və sizə dəlil gətirirəm. Məsələ bununla bitir? Yox. Sizə başqa müsibətlər və bəlalar söyləyəcəm. Baxın görün, Səqifə əhlinin ən böyük kahinlərindən biri Siddiqə, pak və aləmlərin qadınlarının xanımı olan Fatimə barəsində aleyhissalam nə söyləyir? Məhəmməd Salih Useymi, Ət-Taliq aləs-Sahih Muslim. Ey Allahım, onu, yəni Fatiməni bağışla. Çünki Əbu Bəkir öz rəyinə deyil, hədisə isnad etmişdir. Əbu Bəkir hədisə isnad etmişdir. Bu hədis hansıdır? Rasulullah sallallahu aleyhi və aleyh dünyaya xəbər verir ki, miras verməyəcək. Lakin başqasından daha çox qızına aid olan bu məsələni, yəni miras verməyəcəyini ona bildirmir. Allahın kitabında miras barədə nazil olanlara baxmayaraq, necə ola bilər ki, valideynlərinin hüquqlarına aid olan bu məsələ barədə ona xəbər verməmişdir? Hətta adi insan qızları üçün mirası barədə vəsiyyət yazır və ölümündən öncə onlara bu barədə xəbər verir. Belə olan halda insanların ən üstünü necə etməli idi? Yəni Əbu Bəkir qızına miras verir, lakin Rasulullah sallallahu aleyhi və aleyh qızına miras vermir. Bu hansı dindir? Ey cənab, Peyğəmbər sallallahu aleyhi və aleyh ona bu barədə xəbər verməmişdir. Məyər Siddiqə, alim, pak Fatimə aleyhissalam bu məsələdən xəbərsiz idi? Məyər Fatimə aleyhissalam Peyğəmbərlərin miras vermədiklərini bilmirdi? Məyər o Allahın kitabı və Rasulullahın sallallahu aleyhi və aleyh sünnəsindən xəbərsiz idi? Əgər xəbərsiz və cahil idisə, bəs necə aləmlərin qadınlarının xanımı olmuşdu? Kim ona belə bir məqam vermişdi? Bu nə məntiqsizlikdir, ay qardaşım? Bu nə ağıldır? Əbu Bəkirdən başqa hər bir şeyə tənə vurur və irad tutursuz. Davam edək. O, yəni Fatimə, gərək Peyğəmbərin buyurduğu, biz miras vermirik. Bu dünyada tərk etdiyimiz sədəqədir, sözünü qəbul edəydi. Güc və qüvvət sahibi yalnız Allahdır. Deyir ki, Fatimə gərək Peyğəmbərin sallallahu aleyhi və aleyh sözünü qəbul edəydi. Deməli, Fatimə aleyhissalam Peyğəmbərin sallallahu aleyhi və aleyh sözünü qəbul etməmişdi. Allaha sığınırıq. Məyər aləmlərin qadınlarının xanımı düşmənçiliyi o qədər üstün tutmuşdur ki, Rasulullahın sallallahu aleyhi və aleyh sözünü tərk etmişdi? Bu nə küfürdür? Bu nə zındıqlıqdır? Davam edək və müsibətə hazırlaşaq. Lakin düşmənçilik əsnasında insanın nəyi dediyini, nə etdiyini və necə davrandığını anlayacağı dərəcədə ağlı qalmır.
Güc və qüdrət sahibi yalnız Allahdır. Aləmlərin qadınlarının xanımının və Rasulullahın sallallahu aleyhi və aleyh parçasının düşmənçilik əsnasında nə deyəcəyini, nə edəcəyini və necə davranacağını anlayacaq qədər ağlı qalmamışdı. Nə deyim sizə? Zalımlara Allahın lənəti olsun. Allaha sığınırıq. Sizə qarşı o ən gözəl köməyə yetişəndir. Rasulullahın sallallahu aleyhi və aleyh bir parçası barədə belə danışırsınız. Aləmlərin qadınlarının xanımı barədə belə danışırsınız. Siz Zəhraya öyrədirsiniz? Yox. Bu adam deyir ki, Allahın onu bağışlamasını diləyirik. Allahdan onu bağışlamasını, Rasulullahın xəlifəsini tərk etməyini, əfv etməsini diləyirik. Allahdan diləyirik ki, inşallah səni üzü üstə cəhənnəmin dibinə sürükləsin. Siz aləmlərin qadınlarının xanımına nə edəcəyini, necə davranacağını öyrədirsiniz. Bu nə həyasızlıqdır, ey vəhabilər. Bu nə zındıqlıqdır. Siz o yerə gəldiniz ki, Zəhranın aleyhissalam ağlının sağlam olmasında şəkk edirsiniz. Məsələ burada bitirmi? Xeyr, sizə başqa bir müsibət barədə danışım. Bu video çarxa bax.